Situasiya suallarını oxuyaq. Deməli, fotosintez prosesində iştirak edən amillərdən birinin vacibliyini sübut edilməsi üçün təcrübə aparıblar. Otaq bitkisi 3 gün qaranlıqda saxlanılıbdır. Bir yarpağının hər iki tərəfi qara kağızla örtülübdür. Onun yalnız müəyyən bir hissəsi işıq düşüb görübdür. Həmin bitkini 12 saat günəş işığında saxlayıblar. Qaranlıqda saxlananda nişasta qurtarır. Bilirik ki, yeyir qurtarır. Yəni belə desək, istifadə edir. Sonra isə tədqiq olunan yarpaq qoparılıbdır. Qara kağız çıxarılıbdır. Həmin yarpaq əvvəlcə bilirsiniz qaynar suda saxlanılır. Bu prosedurda elə bir. Sonra isə bir neçə dəqiqə spirtdə saxlayırlar. Spirt onu rəngsizləşdirir və daha sonra soyuq su ilə yuyurlar. Spirt gedir. Üzərinə yod tökəndə göyərməlidir. Əgər göyərirsə nişasta yaranıb. Təbii ki, işıq düşən hissədə fotosintez gedəcəkdir və belə olacaqdır. Belə bir yarpaq çəkək bura. Baxaq diqqətlə. Yarpağımız bu olsun. Deməli, bax, üstün örtdüyümüz hissə, bax, bu hissəsi qara kağızla üstdən altdan örtmüşük. Burasına işıq düşməz. Ona görə kənarda qalan hissələrə işıq düşəcəkdir. Yəni, bax, bu hissələrə, kənarda qalan bu hissələrə işıq düşəcəkdir. Və biz bunu görə məsələlər əldə eləyək. Çünki burada işıq düşmürsə fotosintez getməyəcək, üzvü maddə yarana bilməz. Tədqiq olunan yarpağın birinci sualımızı oxuyaq. Açıq qalan hissəsi 50 kvadrat santimetrdir. Tamam, 50 santimetr kvadrat bu açıq qalan hissənin yarpaq sahəsi vardır. Deyir, təcrübə müddətində həmin sahəyə düşən günəş enerjisinin miqdarını, həmin sahəyə düşən enerjini soruşur. Üzvü maddə yaranır, bir də düşür. Burada iki söz soruşur bizdən. Tapaq. Düsturumuz vardı bizim. M bərabərdir S vurulsun T düsturumuz vardı. Burada M bilirsiniz ki, vahidin yazırıq. Qramla ifadə olunurdu. S bərabərdir metr kvadratı idi. Vahidinə gətirməliyik biz düsturda. T də bərabərdir saat verilmişdir. Bizə hansı rəqəmlər verilib məsələdə? 12 saat verilibdir. Tamam, 12 saatı götürürük. Burada eyni olduğu üçün yazaq 12 saat. Tamam. Bəs burada metr kvadratı verməyib. Santimetr kvadrat verib çevirməliyik. Tamam, çevirəndə bunu deməli 50 santimetr kvadratı çeviririk biz metr kvadrata. Metr kvadratı çevirsək bu da olacaqdır. Deməli 0,5 metr kvadrat olacaqdır. 0,005 metr kvadratı olacaqdır. Çevirdik biz bunu. Deməli tapdıq rəqəmlərimizi və biz indi nə edəcəyik? M-i tapacağıq. M-i tapmaq üçün nə edərik? 0,005-i vurarıq 12-yə vurduq. Nə aldıq biz burada? 0,5-i 12-yə vuranda üzvü maddəni aldıq. 0,06 qram üzvü maddə tapmışıq. İndi bunun enerji dəyərini soruşursa, biz bilirik ki, 1 qram karbonhidrat parçasına nə qədər enerji ayrılırdı? 1 qramdan 17,6 kilojol enerji ayrılır. Və 0,06 qramlı olacaqdır. X olacaqdır. X də bərabərdir. X bərabərdir nəyə tapırıq? Deməli, 0,6-ı vuraq 17,6-ya. 0,06 vuraq 17,6 kilojola. Bu kilojol bilirik də artıq 17,6 1%'dir. Çünki yarpaq üstünə düşür enerji. Baxın, burada bir göstərirəm. Enerji düşür, işıq enerjisi düşür. Və işıq enerjisi 100% düşür. Bizdən bu 100%'i soruşur. Çünki baxın, bax deyir ki, sahəyə düşən günəş enerjisini soruşur. Və ona görə də biz 100%'i tapacağıq. Sual içərisini bura qoyuram. Amma biz tapdığımız hal-hazırda bu 0,6 1%'dir. Çünki fotosintezdə 99% itir. Ona görə fotosintezə deyirdik ki, zəif gedən az səmərəli prosesdir. Və 1%'i tapdıq. Bu elədir nə qədər? 0,6 vuraq 17,6 1%'dir. Amma bunu bir də 100'ə vurarıq. 100'ə vursaq, onda biz 100%'i tapmış olarıq. Orada da cavabımızı alarıq biz. Deməli, 0,6'nı 17,6'ya vursaq, alacaq biz 1,56. Onu da vursaq 100'ə, 105,6 olacaqdır. Yəni, bərabəri bura qoyuram. 105,6 kilojol yarpaq üstünə enerji düşübdür. Baxın, bir də izah versəm, 100%'i soruşduğu üçün baxın, 105,6 kilojol enerji düşübdür. Və bunun 1%'i onsuz da dedikdə 1,56 olmuş olacaqdır.